Salam, hər birinizi xoş gördük. Əziz dövlət qulluqçuları və dövlət qulluğu müsahibəsinə hazırlaşan şəxslər, bizim çoxdan da gözlədiyimiz və tələbələrin artıq aylarla gözlədiyi müsabiqə üzrə müsahibələr elan edildi. İstədim ki, bu video vasitəsilə bu məlumatı sizin diqqətinizə çatdıram. Daha sonra hansı vakant vəzifələr elan edildi, hansı qurumu seçmək lazımdır, yeniliklər nələrdir? Məhz bu video vasitəsilə onları sizin diqqətinizə çatdıracağım. Sona qədər dinləməyi unutmayın. Deməli, bildiyiniz kimi ən son vakant vəzifə elan edilmişdir yanvar ayında və 7 ayda vakant vəzifə elan edilmir. Bu həm 7 ay ərzində hər ay imtahan verən tələbələr çıxacaq vakansiyanı gözləyirdilər. Axır ki, gözünüz aydınız, vakansiyalar elan edildi və çox da yaxşı vakansiyalar elan edildi. İndi onlar barədə bəzən sonra danışacağıq. Yaxşı suallardan biri budur ki, mən avqust ayında sertifikat almışamsa, bəs bu elan edilən müsabiqə üzrə müsabiqədə iştirak edə bilərəmmi? Bugün 17 avqust tarixində elan edildi müsahibələr və qeydiyyat da sentyabr ayının 15-nə qədərdir. Mən də düşünürəm ki, siz avqust ayının ikisinə sertifikat əldə etmisinizsə, imtahanda iştirak etmisinizsə, mən düşünürəm ki, %90%, 95% sizin sertifikatınızı təsdiq edib bu vakant vəzifələrdə iştirak edə biləcəksiniz. Mən elə düşünürəm. Ona görə avqust ayında sertifikat alan şəxslər də bu elan olmuş müsahibələrdə özünə yer tapsınlar, yer axtarsınlar. Deməsinlər ki, bu mənə aid deyil, mənim sertifikatım təsdiq edilməyəcək. Dediyim kimi %90, %95% siz də bu müsahibələrdə iştirak edə bilərsiniz. Bu da sizin üçün çox yaxşı bir haldır. Bundan əlavə olaraq da həm iyun, iyul, ondan əvvəlki aylarda da elan edilmiş, daha doğrusu sertifikat almış namizədlər əlbəttə ki, bu müsahibələrdə iştirak edə bilərlər. Vakant vəzifəyə baxanda görürsünüz ki, bir çoxları staj tələb eləyir. Yəni bunu siz ruhdan düşməyə dəyməz. Çünki staj tələb eləyir deyəndə sizin, mən bilirəm ki, ilk dəfə sertifikat aldığınıza görə, işləmədiyinizə görə sizin stajınız yoxdur. Amma siz staj tələb etməyən yerlərə müraciət edə bilərsiniz. Və bir də ən böyük edilən səhvlərdən biri də budur ki, düşünürlər ki, mən tutalım ki, hər hansısa bir X adlı dövlət orqanında və ya qeyri-dövlət orqanında stajım var, müraciət edə bilərəm. Amma söhbət nədir? Bu dövlət qulluğunda elan olunan vakansiyalarda staj təxminən %90%, %85% öz sahəsi üzrə istəyir. Yəni sənin başqa bir dövlət orqanında və yaxud da ki, qeyri-dövlət orqanında stajın ona aidiyyəti yoxdur. Dedim ki, bu həmişə belə olmur. Adətən öz sahəsi üzrə staj istəyir. Ona görə də biz müraciət edə bilmirik. Həm maaş cəhətdən, məsələn, mən baxıram, demək olar ki, bu elan olmuş müsahibələrdə 2000 manatdan maaş, 2000 manat maaşdan aşağı vakant vəzifələr demək olar ki, yoxdur. Hətta Xarici İşlər Nazirliyi də vakant vəzifə verir burada bir yer. Məsələn, Xarici İşlər Nazirliyində deyir ki, staj 1 il istəyir və ümumi maaş 3720 manatdır. Başqa məsələn, İqtisadiyyat Nazirliyi yerinə baxıram. İqtisadiyyat Nazirliyinin aparatında, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin aparatında, aparatın özlərində staj tələb edir qurumlar, nazirliklərdə. Mən bu vakansiyada onu biz müşahidə edə bilirik. Nazirliklərin özlərində staj tələb edir, amma rayonlarda, yeri bölmələrində isə adətən staj tələb eləmir. Ona görə seçim edərkən diqqətli olmaq lazımdır. Elm və Təhsil Nazirliyi olsun və yaxud da ki, Ağır Cinayətlər Məhkəməsi olsun, icra hakimiyyətləri olsun, Naxçıvan olsun, ümumiyyətlə qəşəng vakant vəzifələr elan edilib. Mən keçmişdən indiyə qədər hər şeyi nəzərə alaraq hansı dövlət orqanına müraciət etmək lazım olduğunuzu mən sizə məsləhət görə bilərəm. Məsələn, bax, əgər siz bir yer uğrunda mübarizə aparırsınızsa, bu mümkündür, ola bilər, bir problem yoxdur. Amma mən sizə məsləhət görürəm ki, daha çox məhkəmələrə odaqlanasınız, məhkəməyə müraciət edəsiniz. İstər Bakıda yerləşən məhkəmələr, istərsə də birinci instansiya məhkəmələr, rayon şəhər məhkəmələrinə müraciət edə bilərsiniz. Çünki niyə? Məsələn, baxıram, Ağcabədi rayon məhkəməsində 3 yer verilib və 3 dənə vəzifə var, ümumilikdə 8 yer var. Məsələn, Ağdaş rayon məhkəməsində və yaxud da ki, dediyim kimi, Ağcabədi rayon məhkəməsində hakim köməkçisi 4 dənə yer istəyir. Yəni bir yer istəmir. Sizin müraciət etdiyiniz nazirlikdə, dövlət orqanında bir yer tələb olunur və 30 nəfər, 50 nəfər, 90 nəfər bir yer uğruna mübarizə aparır. Amma məhkəmələrdə 4-5 yer olur. Ona görə də sən qəbul olsan, təyinat alma şansın daha yüksəkdir məhkəmələrdə. Onu nəzərə alaraq mən tövsiyə edirəm ki, məhkəmələri birinci yerə yazasınız. Məsələn, bax, Goranboy rayon məhkəməsində iclas katibi 4 yer tələb edir. İndi düzdür, siz deyə bilərsiniz ki, mən rayonda işləmək istəmirəm. Mən evimə daha yaxın Bakıda işləmək istəyirəm. Amma bir şeydən çıxartmayın ki, siz hardansa başlamalısınız. Mən sizə bu söhbəti sizi istəyərək deyirəm. Yoxsa deyirəm ki, gelin falan yerə müraciət edin. Ona görə mən həmişə öz tələbərimə dediyim sözü indi sizə deyirəm. Siz hardansa başlamalısınız. Müvəqqəti bir çətin çəkməlisiniz. Əlbəttə ki, bir müddətdən sonra Bakıya gələcəksiniz. Bir müddətdən sonra, yəni siz daxili müsahibədə, ümumi müsahibədə iştirak edərək gələcəksiniz istədiyiniz yerə. Bəs axı siz hardansa başlamalısınız.
Ona görə də ən yaxşı yer seçməlisiniz. Mən bu elan olmuş vakant vəzifələrdə həm yer seçimi ilə bağlı, həm də dəstə ilə bağlı aşağıda qeyd etdiyim nömrəni əlaqə saxlaya bilərsiniz. Mən sizə ən uyğun 3 dənə yer seçəcəm və bu 3 dənə yerdə bizim ən əsas vacib məqam nədir bu 3 yer üçün? Mənim seçdiyim yer necə olur? Məsələn, bax, namizəd deyir ki, bu mənim evimin yanıdır, ya burada işləmək istəyirəm, bu mənim xəyalımdır. Mən deyirəm ki, gəl mən sənə məsləhət verim və ya tövsiyə verim ki, bax, bu yerləri seçək. Çünki mən bilirəm ki, o namizəd bu 3 dənə yerdən üçündə də, ya ikisində də, ya birində də uğurlu olacaq və təyinat alacaq. Sala bilərəm sizə fikrimi? Mən onun ürəyindəki qurumdan daha çox, məsələn, ürəyin o Ekologiya Nazirliyi istəyir. Gedir ora, məsələn, keçir amma təyinat ala bilmir və ya gedir müsahibədən kəsilir. Hə, deyir ki, belədir, belədir. Amma məsələ ondan ibarətdir ki, sən hardansa başlamalısan. Ona görə mən sənin gedib müsahibədən keçib ehtiyat kadrda qalmanı istəmirəm və ya müsahibə kəsilməni istəmirəm. Ona görə namizədlərimə məsləhət görürəm ki, siz hardansa başlamalısınız və seçəcəyimiz qurumlarda dövlət qulluqçu olmaq üçün seçdiyimiz qurumlardır. Yəni ki, gedim ehtiyat kadrda qalan müsahibədən kəsim söhbəti ola bilməz. Həqiqətən də özümü tərifləmək üçün demirəm. Mən bugünkü gün müsahibəyə gedən 10 tələbəmin bugün demirəm 10-da 10-u, bu doğru deyil. Bu sözü kim deyirsə də 10 nəfərdən 9 nəfəri keçir və həmin 9 nəfərin 8 nəfəri təyinat alır. Bunun başlıca səbəblərindən biri biz doğru metodla dövlət orqanı seçməyimizdir. Yoxsa kör-kəranə biz 3 yer seçmirik. Və ikinci məqamda doğru metodla hazırlaşmağımızdır, əziz dostlar. Uzun sözün qısası, mən sizə məsləhət görürəm ki, bu videoya baxan yanvar ayından bu günə vakant vəzifəsinin çıxmasını gözləyən şəxslər, namizədlər və yaxud da ki, sizin tanışlarınız ən yaxşı yer seçmək üçün və həmin yerdə uğurlu olmaq üçün, müvəffəqiyyət əldə etmək üçün, uyğundur, yaşıl sözü görmək üçün mənə müraciət edin. Mən sizin ən yaxşı 3 dənə yer seçim və sonra başlayaq biz müsahibə hazırlıqlarına. Dediyim kimi, çox da çətin dövlət orqanları deyil və altından xətt çəkə-çəkə deyirəm. Həqiqətən elə vakant vəzifə, bunu deyib yekunlaşıram. Əsas video məzmunundan ibarət deyil ki, vakant vəzifənin elan olmasını sizin diqqətinizə çatdırdım. Ən vacib məqam nədir bu vakant vəzifənin çıxmasında? Məsələn, təxminən neçə dənə dövlət orqanıdır? B-dən söhbət gedir, A növ üzrə yox. B növ üzrə təxminən belə deyək də 147 yer çıxıb. Yəni, icra hakimiyyətləri, məhkəmələr hamısı daxil və s. 147 yerdən seçim etməyə çox fərqli yerə çıxıb. Yəni, nə demək istəyirəm? Çox aldadılması namizədin belə deyək də qəbul olma ehtimalı özünün etdiyi səhv nəticəsində qəbul olma ehtimalı az olduğu yerə çıxıb. Yəni, sən elə yer seçə bilərsən ki, oradan sənə imtihana gələ bilər. Bəlkə sən onun şərtlərini daha diqqətli oxumursan. Sən elə yer seçə bilərsən ki, vakant vəzifəni qeyd edib amma sənə imtihana gəlir. Elə yer seçə bilərsən ki, sonradan məlum olur ki, onun vəzifə proqramı sənin belə deyək də ağırdır. Və yaxud da ki, elə yer seçə bilərsən ki, sən o müsahibəsini keçib amma ehtiyat kadrda qala bilərsən. Düzdür ki, bundan sığortalanmayıb, amma biz demək olar ki, bu işin içində olduğumuza görə sizə tövsiyə edirəm ki, yer seçimi ilə bağlı. Yer seçimi əlbəttə ki, ödənişsizdir. Öz tələblərimi ödənişsiz edirəm, amma da sizlər də YouTube-dan gələnlər və digər sosial şəbəkələrdən gələnləri də ödənişli edə bilərəm, amma eləmirəm. Əlbəttə eləmirəm. Mən sizə tövsiyəni verəcəm. Ən yaxşı 3 yer hansıdır və sonra başlayıb çox diqqətli şəkildə həmin dövlət orqanlarına hazırlaşacağıq. Onu da qeyd edeyim ki, bu günlər vakant vəzifə elan olunubsa, bizim bu həftə ərzində də yeni müsahibə qrupu başlayacaq. O qrupada da qoşula bilərsiniz. Belə, başqa suallarınız varsa şərh hissəsində qeyd edin. Çox diqqətli olun yer seçmək üçün. Qeydiyyatdan keçməyin məndə YouTube kanalı videosu da var. Başqa suallarınız varsa deyin. Dərs zamanı, bu video zamanı dediklərimi nəzərə alaraq şərh hissəsində qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın.